Qəbir əzabı varmı? Quran-ı Kərimdə ölüm və yuxu arasında dərin bir bənzətmə aparılır. Zümer 42. Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə yuxuda ikən alır. Ölümünə hökm verdiyini saxlayır, digərini isə müəyyən vaxta qədər buraxır. Ənam 60. Sizi gecə öldürən, yəni yuxuladan, gündüz etdiklərinizi bilən və müəyyən olunmuş vaxt tamam olsun deyə gündüz sizi dirildən odur. Bu ayələr insanın şuur vəziyyətini izah edən mühüm metaforadır. Yuxu, insanın məddi aləmdən qismən ayrıldığı, zaman və məkan hissini müvəqqəti itirdiyi bir haldır. Ölüm isə bu vəziyyətin daha uzun müddətli və tam formasıdır. İnsan yatarkən zaman anlayışını itirir. Neçə saat yatdığını yalnız oyanandan sonra, xarici ölçü vasitəsilə, məsələn, saat və ya günəşin mövqeyi ilə müəyyən edə bilər. Ölüm də eyni prinsipə əsaslanır. İnsan öldükdə zaman onun şuurunda dayanır. Qiyamət günü dirildikdə isə keçən yüzilliklər, hətta minilliklər belə onun üçün yalnız bir an kimi görünəcək. Bu fikir Qurandakı bir sıra ayələrlə dəstəklənir. Yunus 45. Sanki gündüzün yalnız bir saatını qalmışlar kimi bir-birlərini tanıyacaqlar. Tahə 103. Onlar öz aralarında deyəcəklər, yəni dünyada cəmi 10 gün qaldınız. Rum 55. Qiyamət qopduğu gün günahkarlar yalnız az bir müddət qaldıqlarını and içəcəklər. Əhqaf 35. Vəd olunduğunu gördükləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. Naziat 46. Qiyaməti gördükləri an yalnız bir axşam çağı və ya bir gündüz qədər yaşadıqlarını güman edəcəklər. Bu ayələrdən göründüyü kimi, insan üçün yer üzündə keçirdiyi ömür belə, ölüm və dirilmə qarşısında bir an kimi görünür. O dünyada yaşadığı həyatı müəyyən qədər xatırlayacaq. Lakin ölüm halında zamanla əlaqəsi kəsildiyi üçün heç bir şeyin fərqində olmayacaq. Beləliklə, ölüm halı ilə qiyamət arasında subyektiv zaman fərqi yoxdur. İnsan üçün ölüm anı ilə dirilmə anı arasında olan müddət, şuur baxımından ani bir yuxu kimidir. Bu yanaşma, ilahi ədalət prinsipinə də tam uyğundur. Əgər bir insan 1000 il əvvəl ölüb, digəri isə bir neçə il əvvəl dünyasını dəyişibsə, onların qəbir əzabı baxımından fərqli müddətlər keçirməsi ədalətsizlik olardı. Halbuki Quranda hər kəsin eyni anda diriləcəyi açıq şəkildə bildirilir. Yasin 51. Sür üfürüləcək və onlar qəbirdən Rəblərinə tərəf tələsərək çıxacaqlar. Nəticə etibarilə, qəbir əzabı anlayışı Quranda açıq şəkildə təsdiqlənmir. Əksinə, ayələrin məntiqi göstərir ki, ölüm ilə dirilmə arasındakı dövr zamanın dayandığı, insan şuurunun yuxu kimi dondurulduğu bir mərhələdir. İnsan yalnız qiyamət günü oyanacaq və hətta keçmiş həyatını belə bir an kimi hatırlayacaq.